dinləyicilər, əziz müəllimlər, valideynlər və məktəbimizin dəyərli şagirdləri. Bugün efirdə səslənən hər bir kəlmənin arxasında böyük bir məna dərin və məsuliyyət və saf niyyət dayanır. Çünki bu dalğalarda səslənən sözlər yalnız qulaqda deyil, qəlblə dinlənilir. Vətən anlayışı da bəhs elədir. Onu təkcə dildə ifadə etmirik, onu düşüncəmizlə, davranışımızla və gələcəyin dair seçimlərimizlə yaşayırıq. Bu səbəbdən bugünkü verilişimiz sadə bir mövzunun deyil, milli kimliyimizin, tariximizin, yaddaşımızın və vətəndaşlıq şuurumuzun ifadəsidir. Mən Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin radiosu olan Gələcəyin İşıqlıqlarının aparıcısı məktəbimizin 4A sinif şagirdi Babaca Mələk bugünkü gün buraxılışımızda vətənimi sevirəm mövzusu ətrafda sizinlə düşüncələrimizi bölüşəcəyəm. Hörmətli dinləyicilər, vətən anlayışı əmri baxımdan müəyyən bir coğrafi ərazi ilə məhdudlaşsa da onun məzunu sosial, mədəni, tarixi və mənəvi kompüterlərin vəhdətindən ibarətdir. Vətən insanın doğulduğu, torpaqda qurulduğu, emosional bağ məhsul olduğunu, xalqın dəyərləri və qorunduğunu, dövlətçilik prinsiplərin mətbusudur. Sosial elmlərdə vətənpərvərlik fərdin cəmiyyət qarşısında məsuliyyət hissi kimi xarakterizə olunur. Bu hiss insanın davranışlarında, seçimlərində və gələcək planlarında öz əksini tapdırır. Azərbaycan bizim vətənimizdir. Qədim tarixi, zəngin mədəni irsi çox əsərli dövlətçilik ənənələri olan bu torpaq nəsillərin əmanətidir. Arxeoloji və tarixi mənbələr sübut edir ki, Azərbaycan ərazisi minlərlə boyu sivilizasiyalara qovuşduğu məkan olmuşdur. Bu torpaqda formalaşan milli kimlik zamanın sınaqlardan keçərək bu günə qədər gəlib çıxmışdır. Əziz dinləyicilər, vətəni sevmək yalnız sözlə deyil, əməl və davranışla sübut olunur. Elmi yaşamaya əsasən vətənpərvərlik İç əsas istiqamətdə formalaşır. Biri əsasən sevgi, məsuliyyət və söykənən münasibət gələcəyə yönəlmiş fəaliyyət birinci mərhələdə insan öz ülkəsinin tarixini, coğrafiyasının mədəniyyətini öyrənir. Bu birliklə vətəndaşlıq borcunun anlayışına çevrilir. Üçüncü mərhələdə isə fərd əldə edəcəyi bilik və dəyərləri cəmiyyətin inkişafına yönəldilir. Azərbaycan Respublikasının konstitusiyası vətəndaşların dövlətə sədaqətini, qonumları, hörmətini və ictimai məsuliyyətini əsas prinsip kimi müəyyən edir. Bu vətəni sevməyin hüquqi çevrəsindən istifadədir. Lakin vətən sevgisi yalnız qanunun maddələri ilə ölçülmür. Bu sevgi gündəlik davranışlarda, təhsildə, münasibətdə, əməyə, hörmətə və ictimai həmrəylikdə özünü göstərir. Hörmətli dinləyicilər, vətənimizin gözünü onun insan kapitalındadır. Məlumatlarda əsasən Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini gələcəyə təşkil edir. Bu fərq ölkənin gələcək inkişafına proseslərində yüksək olduğunu göstərir. Gələcəyin təhsili, dünyagörüşü və milli dəyərlərə baxış yetirilməsini əməliyyat danışır. Təhsil müəssisələri o cümlələr məktəb prosesinin əsas dayaqlarıdır. Məktəb radiosu kimlik marifətləyici formalar şagirdlərdə vətənə bağlılıq hissinin formalaşmasında mühüm rol oynayır. Burada səslənən fikirlər, gənc düşüncələrə istiqamət verilir. Milli şuurun mühümləri məqsədinə töhfə verir. Gələcək işıqlıqlarının olaraq biz də bu missiyanı böyük məsuliyyətlə daşıyırıq. Əziz dinləyicilər, vətən sevgisi tarixi hörmətlə başlayır. Azərbaycan xalqı tarix boyu biz müstəqilliyi və azadlığı qarşılığında münasibət aparmışdır. Mübarizə yalnız hərbi deyil, eyni zamanda mədəni və mənəvi mübarizə olmuşdur. Dilimizin qorunması, müddət adət-ənənələrinin yaşadılması, elmin və təhsilin inkişafının mübarizənin əsas istiqamətlərində olmuşdur. Müasir dövrdə vətən xidmət anlayışı daha geniş məna kəsb edir. Elə yiyələnmək, peşəkar mütəxəssis olmaq, cəmiyyətə fayda verən layihələrdə iştirak etmək və vətəndaş xidmət formasıdır. İstiqaməti inkişafı göstəriciləri göstərmək, ilk savadları məşğulsakar gənclər ölkənin sosial rifahının yüksəlməsinə həlledici rol oynayır. Hörmətli dinləyicilər, vətənimizi sevmək, onu qorumaq deməkdir. Bu qoruma yalnız fikrimizi təhlükəsizliklə məhdudlaşmır. Ekoloji
taarruğunun saxlanması, təbii sərvətlərin səmərəli istifadəsi, ictimai mülkiyyətə hörmət və vətənpərvərlik nümunəsində elmi aparışdırmalar göstərir. Ətraf mühitinə məsuliyyəti yaşanan cəmiyyətlər daha davranışlı inkişaf modelinə malik olurlar. Vətən sevgisi həm də bir digər anlayışıdır. Sosial həlləri qarşılığı hörmət və tolerantlıqla gücün əsas göstəricilərindəndir. Azərbaycan multikultural dəyərləri ilə seçilən ölkədir. Bu xüsusiyyətləri ona beynəlxalq nüfuzu axtaran mühüm alədir. Əziz dinləyicilər, yad nəsil olaraq bizim ölkəmizdə düşünən əsas vəzifə əldə etdiyimiz biliklər şəxsi manevi üçün deyil, ictimai rifah naminə istifadə etməkdir. Bu yaşama vətənə sevgisinin rasional və davranışlı formasındadır. Təhsil prosesində real olmaq, elmi birlikdə yeylənmək və inanılmı güclə tərzi formalaşmaq gələcəyin güclü Azərbaycanın qorumağın əsas şərtləridir. Vətənimi sevirəm demək məsuliyyət tələb edir. Bu məsuliyyət hər birimizin gündəlik davranışında, təhsilə münasibətində, ictimai mövqeyində izvə əksini tapmalıdır. Çünki vətənin yalnız keçiminin xaritəsi deyil, həm də gələcəyin layihəsidir. Hörmətli dinləyicilər, bugün evirdə səslənən fikirlər bir çağırışdır. Düşünməyi, öyrənməyi və məsuliyyətdə hərəkət etməyi çağırışdır. Vətən sevgisi bizi birləşdirən ən güclü dəyərdir. Bu dəyəri qorumaq və inkişaf etmək hər birimizin borcudur. Gələcəyin işığı fenər dairəsində səslənən və verilişən Babayev Ömərlər bir daha vurğulamaq istəyirəm ki, vətənə sevgi birlikdə möhkəmləndirmək məsuliyyəti tamamlamaqdır və ümumi gələcəyə yönləndirmək həqiqi məna qazanır. Diqqətimizə görə təşəkkür edir. Hər birimizi vətənimizi daha dərin tanımağa, sevməyə və ona layiq olmağa səsləyirəm. Yeni görüşlərə.